Məsələn, sual verirsən ki, din nədir? Deyir, yəni Allaha inanmaq, Peyğəmbərə inanmaq, birdən biri soruşsa, gedim kəlmə şəhadətimi öyrənim, həmd surəmi bilim, ayıbdır, hərçənd ki, elə bu fikrə düşməyin özü də yaxşıdır ya. Bəzi adamlar var, məsələn, müəyyən yaş həddə çatıblar, hələ kəlmə şəhadət bilmirlər. Müəyyən bir yaş həddə çatırlar, bir dənə həmd surə bilmirlər. İndiyə qədər 1000 dənə hüzür məclisinə gəlib ha. Amma bir dənə Bismillahirrahmanirrahim 7 dənə cümləni əzbərləyə bilməyib. İndiyəcən heç nəinki əzbərləyə bilməyib, heç əzbərləmək fikrində də olmayıb. Birindən danışırdım, deyirdim, sənin axı dodaqların tərpənir. Deyir, bilmirəm, 40-a can sayıram. Qoy görsünlər ki, mən də nəsə bilirəm. Vallahi ayıbdır belə bir şeylər ki, insan müsəlman ola, hüzür məclisinə gedə. O rəhmətliyin ruhu səndən 7 cümlə söz gözləyir. Sən onu verə bilmirsənsə, hər şeyin haqqı var da, gərək insan hər şeyin haqqını verməyi bacara. Əgər sən hüzür məclisinə gəlmisənsə, bu rəhmətliyin ruhuna Allah rəhmət eləsin deməklə deyil, gül aparıb qəbrinə qoymaqla deyil. Onun ruhu bizdən başqa şey gözləyir. Gözləyir ki, bir dənə Quran-ı Kərimdən bir iki cümlə oxuyasan, mənim ruhuma hədiyyə eləyəsən. Bir ayət-əl kürsü oxuyub, mənim ruhuma hədiyyə eləyəsən. Bir qul-huvallah oxuyub, mənə hədiyyə eləyəsən. Ölülərin insanlardan, dirilərdən gözləntiləri var. Onlar bizdən nə gözləyir, biz onlar üçün neynirik? Elə, yəni, söz düşmüşkən bir işarə elədim ha, aktual mövzulardan biridir. İnsan ayıbdır ki, bir ömr eləyə həmd surəni bilməyə. Vallahi gedirsən xristiyanlardan, məsihilərdən, Rusiyaya, hara gedirsən, elə gözəl dini ayinlərini bilirlər. Əməl etməsələr də soruşursan, əzbər bilirlər. Deyəndə ki, belənçinə sən bu işi gör, deyir ki, mən din xadimi deyiləm ki, elə bilirlər ki, din xadimləri ancaq dinə əməl etmək məcburiyyətindədirlər. Kəlmə şəhadəti, həmd surəni, nə bilim, bunları ancaq din xadimi, molla olanlar bilər. Yox, hər bir müsəlmanın borcudur, vəzifəsidir ki, ibtidai şeyləri neynəsin, öyrənsin.